Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar. Hər birinizi Lənkərandan salamlayıram. Mən bu arı ailəsində bal, may balı paylaşmışdım dostlar. Yəni indi may ayının sonudur artıq. Arılar var gücü ilə çalışır. Deməli şərhlərlə bağlı yenə bir video paylaşıram inşallah. Mən illərdir arıçılıqla məşğulam. Heç zaman may ayında bal kəsməmişik. Yəni may çiçəklərindən artıq arılar başlayır çalışmağa, nektar toplayır. İyun ayının ortalarında, sonunda, indi hava şəraiti ilə uyğun olaraq biz balımızı kəsirik. İldə bir dəfə biz bal kəsirik. Yəni mən özüm bir ildə bir dəfə bal kəsirəm. O da iyun ayının sonu və yaxud ortaları. Yəni ondan tez ola bilir, çox nadir hallarda. İndi bu bir nəfər Nadir Mırtnov sənin yazdığın şərhə mən bir açıqlama vermək istəyirəm. Ramkaları o dəfədə göstərdim. Yəni qıraq ramkalar boşdur. Baxın dostlar, örülüb amma bal toplanmıyor. Bir neçə çərçivə burada bal toplayıblar arılar. Baxın dostlar. 3 gün bundan əvvəlki çərçivədir göstərdiyim. Artıq bunun üzəri mühürlənib. Deməyim odur ki, arılar indi başlayıblar var gücü ilə nektar toplamağa, nektar gətirməyə. Bax buradan mən Teymur Əliyev o şərhi yazan Nadir Mırtnova bax buradan sənə özümü tutub deyirəm. O şərhi ki yazmışsan, əgər kişisənsə 3 nəfəri, 5 nəfəri götür, gəl. Davasız falansız. Yəni gəl, neçə nəfərlə gəlirsən, gəl. İstər arıçıları götür, istəyirsən qeyri arıçıları götür. Bu pətəkdən göstərmişdim. Fərq etməz, hansı pətəkdə əgər bal varsa, çəkiliş edə o balı götürək, aparaq Bakıya, ən yaxşı analiz, laborator müayinədən götürülən bir yerə, laborator müayinədən keçirək, əgər sən deyən olsa, bu ballarımın tərkibində süni şəkər olarsa və yaxud mənim balımın tərkibi bütün normativlərdən cavab verməsə, aşağı olsa, mən Teymur Əliyev sənə 20 arı ailəsi, hərəsi də 20-18 ramkada verməsəm, bil ki, mən nakişiyəm. Yox, əgər bu balımın tərkibi laborator müayinədən keçiriləndən sonra bütün normativlərdən elə-belə yox, yüksək olsa, diastazın miqdarı ən yüksək həddə olsa, bunun tərkibində heç bir süni şəkər falan olmasa, tam may çiçəklərindən yığılmış nektarı sübut olunsa, onda mən sənə heç bir arı ailəsi verməyəcəm və hər o 20 arı ailəsinə görə demişdim ha. Bax ona görə də hərəsinə 1000 manat ödəməklə 20.000 manat ödəyərsən, ondan sonra gedərsən. Əgər sən kişisənsə, dur 3-5 nəfərlə gəl. Bütün bu prosesi kameraya çəkib, laborator müayinəyə qədər. Eləyəndən sonra, əgər mənim balımda
müəyyən qədər də, hətta cüzi bir miqdarda süni bir şəkər falan olarsa, necə yazmısan orada, şəkirə, şərbət olarsa, mənim YouTube-da 200-dən artıq videolarım var. TikTok-da da müəyyən qədər, Facebook-da da məni tanıyanlar var. Mən öz bütün səhifələrimi bağlayıram. Bütün videolarımı oradan pozuram. Mən daha arıçılıq etməyəcəyəm. Əgər sən deyən alınsa. Yox, əgər mənim balımın bütün normativlərdən yüksək olarsa, onda hər arı ailəsinə görə 1000 manat ödəyəcəksin. Bax, bundan yaxşı təklif olmaz. Bu, mərc sayırsan, mübahisə sayırsan, nə sayırsan say. Ay Nadir Mırdnov. İndi şərh yazmaq asandır. Hər əlin ağlına nə gəlsə yaza bilər. Amma mənə deyirlər ki, baş qoşma falan eləmə, o birisi, bu birisi. Demək, necə deyirlər, it hürür, karvan keçir. Amma mən o karvancılardan deyiləm ki, hər hürən iti elə belə buraxım. O hürən itin ağzını elə cırıram ki, o bir daha hürməsin, mələsin, bildinmi? Ay xıyar, illərdir arıçılıqla məşğulam. Hər zaman saxta bal satanları, şərbətlə yemlənən o balı satanlarla mübarizə aparmışam. Mənim videolarımı YouTube-da izləyən, yeni başlayan sabah arı alıb saxlaya bilir. Bu isə bu, mənim 2024-cü ildə iyun ayının sonunda süzdüyüm baldır. Bu balda, bax, indiyə qədər də, bax, bu vəziyyətdə də durub. Saxta olan, tərkibində süni şəkər olan bir balı bu hala gətirmək mümkün deyil. Bu mənim təbii balımdır. Ötən ildən qalmış may çiçəklərindən və iyun çiçəklərindən yığılmış baldır. Baxın, bu cürdə durur. İndi hava temperaturu 30 dərəcəyə yaxındır. Mənim balım da bu cürdür. Bax, bunu da bu cürdə saxlasan, tökülməyəcək, süzülməyəcək. Bir adam ki, o qələti eləyir, o qələtin arxasında durmalıdır. Əgər o sözü deyirsənsə, onun arxasında durmalısan. Kişisən, gəl, sübut elə. Çəkilişlə gedək, bütün analizlərdən keçirək, bütün Azərbaycan qoy bilsin, görsün.